Gic oğlu gic, aldığı unitaza bax, sürt təmizləmir. Mən bura necə soxum bunu? Ay mama, yenə də başladın deyinməyə. Bəs qələt və elə yığışıblar burada quleyvanı kimi. Rədd olun burada at olsun yanına, atası sifətlər. Ha, ne oldu? Hara gidiyorsunuz? Mama yenə də həmişəki kimi deyinməyə başlayıb bizi qovdu. Ha, sizin anavızın değmeyen günü var ki, onu aldığım güne taş düşeydi. Dedim görüm ne olub yine de. Hayatımın mənası ne olub? Niye əsəbləşmisən? Bütün günü sürtməkdən da bir təhər olmuşam, muskul çıxartmışam. Bu nə unitazda almışsan xarabı ya? Ne olub ki hayatım? Sen kim paralayır da? Deyirəm, sənə gəldiyim günə daş düşəydi. Səni də bunun kimi qaraldacağım. Cəhənnəm ol buradan. 3 uşaq olmasaydı, aparıb atasının evinə tullayardım bunu. Beyimin hamam aksesuarları mağazasının Sumqayıt filialı açıldı. Əla, mən bildim nə edəcəm. Hara gətirirsən məni? Həyatım, sənin sürprizin var. Nə sürpriz? İndi sənə göstərərəm. Sürpriz. Bu nədir? Axşama kimi deyirsən unita sürtürəm. Bax, bunu sürtməyə ehtiyac yoxdur. Niyə? Qonşu gəlib sürtəcək, yoxsa sən bəy dadaş? Həyatım, bunda tornado sistemi var. Bir dənə bax. Sən başva cəmaatın əri restorana aparar və mən gəlib unitaz almağa. Sən nətər adamsan, hə? Mama bilmirdim belə çox deyinəndə belə olur.